إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، ونشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم، ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. إن أصدق الحديث كلام الله، وخير الهدي هدي محمد صلى الله عليه وسلم، وشر الأمور محدثاتها، وكل محدثة بدعة، وكل بدعة ضلالة، أعاذنا الله وإياكم منها. Möhtərəm müsəlmanlar, hər şeydən öncə öz nəfsimə, sonra da sizlərə Allah subhanahu və teala'dan layiqincə qorxmağı tövsiyə edirəm. Hər bir xeyrin başlanğıcı təqvadır. Necə ki Rəbbimiz Qur'an-ı Kərimdə buyurur ki: وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ. Azüqəni artırın. Və sonra buyurur ki, ən xeyirli azüqə təqvadır, Allah qorxusudur. وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ. Ey ağıl sahibləri, Allahdan qorxun, deyə Rəbbimiz buyurur. Həqiqətən mömin bu dünyada qafildir. Layiqincə dərk etmir ki, Allah subhanahu və teala ilə görüşə hazırlaşmalıdır. Və düşünür ki, ölməyəcək və həyat belə davam edəcək və qafilləşir. Necə ki buyurulur ki, nə üçün insan günahlara cürət edir? Günahlara yönəlir, çünki ölümü uzaqda görür. Və hər bir mömin bu dünyada çalışmalıdır ki, imanını saxlasın. Çünki bu dünyada imandan daha gözəl və daha şirin heç nə ola bilməz. Bu dünyanın ləzzəti, cənnəti insanın imanındadır. Qəlbində olan imanındadır. İman olmayan qəlb xarab bir ev kimidir. Bugün də istəyərdim ki, öz nəfsimə, sonra da sizlərə imanımızı necə artırmalıyıq, hansı səbəblərdən götürməliyik ki, imanımız artsın. Çünki müminin həyatı imansız ola bilməz. Onun həyatı imanla gözəlləşir. Necə ki Rəbbimiz Qur'an-ı Kərimdə Ənfəl surəsində buyurur ki, إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم وإذا تليت عليهم آياته زادتهم إيمانا وعلى ربهم يتوكلون. Həqiqətən müminlər o kəslərdir ki, Allah zikr olunduğu zaman onların qəlbləri titrəyər. وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا. Allahın ayələri oxunduğu zaman onların imanları artar. وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. Onlar yalnız Rəblərinə təvəkkül edərlər. Və görək bu Rəbbimizin saydığı gözəl xislətlər bizdə varmı? İnsan imanını hesaba çəkməlidir. Allah subhanahu və teala'nın adı zikr olunduğu zaman qəlbimiz titrəyirmi? Onun ayələri oxunduğu zaman imanımıza təsir edirmi? İmanımız artırmı? Və buyurulur ki, insanın imanının artmasına səbəb olan ən böyük amil, ən böyük səbəb Qur'an-ı Kərimi oxuyaraq onu dərk etməkdir. Baxaq görək biz Qur'anı oxuyuruqmu? Və günümüzün nə qədər vaxtını ona sərf edirik? Allah subhanahu və teala'nın kəlamına nə qədər vaxt ayırırıq? Və bir çox müsəlmanlar, baxırsan illərdir İslamdadır, ancaq Qur'an-ı Kərimi oxuya bilmir. Vallahi bu qəflətdir.
İnsan Qur'an-ı Kərimi oxuya bilmirsə, deməli o Rəbbinin sözlərinə, kəlamına layiqincə dəyər vermir. Layiqincə yanaşmır. Çox müsəlmanlar bundan qafildirlər, səhlənkardırlar. Və müminin günü Qur'an-ı Kərimsiz keçə bilməz. Vallahi bu dünyada Qur'an-ı Kərimdən və Allahın zikrindən daha gözəl neymət yoxdur. Dünyanın heç bir neyməti onun az da olsa onu əvəz edə bilməz. Çünki Qur'an-ı Kərimdə, Qur'an-ı Kərim Rəbbimizin kəlamıdır. Rəbbimiz bizlərə onu oxumamız üçün, onu dərk etməmiz üçün nazil edib. Kitabun ənzəlnəhu mübarakun. Necə ki Rəbbimiz Qur'an-ı Kərimdə buyurur ki, Kitabun ənzəlnəhu mübarakun liyyəddəbbaru əyətihi. Biz mübarək kitab nazil etdik. Liyyəddəbbaru bihi. Onu tədəbbür etsinlər, onu düşünsünlər, onu dərk etsinlər deyə. Və Qur'an-ı Kərimi hər birimiz oxuyuruq. Və oxuyarkən ayət kərimələrin bir çoxlarının sonunda Rəbbimiz bizlərə diqqətli olmağımıza çağırır. Ayət kərimənin sonunda gəlir ki, Əfələ təqilun. Yəni ağıl sahiblərinə buyurur ki, siz onu düşünmürsünüzmü, dərk etmirsinizmi? Əfələ tubsirun, görmürsünüzmü? Əfələ tətəfəkkərun, onu fikirləşmirsinizmi? Rəbbimiz bunları boş yerə bizə xatırlatmır. Çünki hər bir mömin imanını artırmaq üçün müəyyən səbəblər götürməlidir. Ən böyük səbəb Qur'an-ı Kərimi oxumaq və onu dərk etməkdədir. Və hər bir mömin çalışmalıdır ki, hər gün Qur'an-ı Kərimi oxusun və ən azı bir ayət kəriməni düşünsün, tədəbbür etsin və baxsın ki, Rəbbi ona nə buyurur? Nə istəyir? Allah Subhanahu wa Ta'ala səndən, məndən, bizdən nə istəyir? Necə olmağımızı istəyir? Gəlin bir ayət kəriməni götürək, onu tədəbbür edək. Və baxın, nə böyük mənası var. Və buyurur ki, Rəbbimiz وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّٰهِ. Ayət kərimə bizlərə hər şey deyir. Bir qayıdacağınız gün üçün Allahdan qorxun. Hansı gündür o? Qiyamət günü. Rəbbimizin huzurunda duracağımız gün üçün hazırlaşmalıyıq. Rəbbimiz bizə xəbərdarlıq edir. Bu dünyada xəbərdarlıq edir. O buyurur ki, وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّٰهِ. Qayıdacağınız gün üçün Rəbbinizdən qorxun. ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ. Hər kəsə öz etdiyi əməlin qarşılığı veriləcək. وَهُمْ لَا يُظْلَمُونَ. Heç kimə zülm olunmayacaq, möhtərəm qardaşlar. Və bu ayət kərimələr hər birisinin dərin bir mənası var. Düşünənlər üçün, ibrət çıxardanlar üçün böyük bir mənası var. Ona görə, möhtərəm qardaşlar, öz nəfsimə, sonra da sizlərə Qur'an-ı Kərimə dəyər verməyə çağırıram. Onu oxuyub, tədəbbür etməyə çağırıram. Çünki yeryüzündə ən layiqli kəlamdır, Allahın kəlamı. Ondan daha dəyərli kəlam yoxdur. İnsan oxusa, düşünsə, tədəbbür etsə və görəcək ki, imanının artmasına səbəb olur. Sonra ikincisi, möhtərəm qardaşlar, imanımızı artıran amillərdən, səbəblərdən birisi də nafilə namazları çoxaltmaq, nafilə ibadətləri artırmaq. Bu da imanımıza təsir edən gözəl səbəblərdəndir. Necə ki, qudsi hədisdə Rəbbimiz buyurur ki, İnnəl abdə lə yətəqarrabu iləyyə bin nəvafili həttə uhibbə. Qulum mənə nafilələrlə o qədər yaxınlaşar ki, həttə uhibbə. Onu sevərəm.
فَإِذَا أَحْبَبْتُهُ Onu sevdiyim zaman onun görən gözü, tutan əli, yəni hər zaman eşidən qulağı, yəni hər zaman onun yanında olaram. Hər bir çətinliyində onun yanında olaram. Və nafilə ibadətlər insanın imanının qalxmasına, yüksəlməsinə səbəbdir. Çünki, möhtərəm qardaşlar, müminin imanı itaətlə artır. Yezidu bit-ta'a və yanqusu bil-maasi Günahlarla azalır, itaətlə artır. Çünki heç zaman iman stabil qalmır. Bir yerdə qalmır. Hər zaman azalır, çoxalır. Əgər ibadətlərimiz çoxalarsa, iman da artır. Və iman artdığı zaman insan onun ləzzətini dadır. Vallahi onun ləzzətini dadan və istəyər ki, hər zaman onu datsın. Hər zaman onu əldə etmək istəyər. Və üçüncüsü, möhtərəm qardaşlar, imanımızı artıran səbəblərdən, gözəl səbəblərdən birisi də Allahı zikr etmək, zikrullah, Allahı xatırlamaq. Hər zaman Allahı xatırla. Çünki bu dünyada Quran-ı Kərimi oxumaq və eyni zamanda zikr etməkdən daha gözəl heç nə yoxdur. Quran-ı Kərim özü də zikirdir. Ayətləri oxumaq, dərk etmək, o da zikirdir. Zikir nədir? Allah'a xatırlamaq, yad etmək. Rəbbimiz buyurur ki, fəzkuruni, məni zikr edin, xatırlayın. Əzkurukum, mən də sizi xatırlayın. Hər zaman Rəbbini xatırla. Bu dünyada insana xeyir verən ən gözəl əməl Allah'ı zikr etməkdir. Zikir insanı ucaldır, rahatlaşdırır, imanını artırır, ona xoşbəxtliyi verir. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, Ələ bi zikrilləhi tatmainnul qulub Məgər Allah'ı zikr etmək qəlbləri rahatlaşdırmırmı? Əlbəttə rahatlaşdırır, möhtərəm qardaşlar. Qəlbi ondan gözəl rahatlaşdıran heç nə yoxdur. Əgər xoşbəxtçilik istəyirsənsə oradadır, səadət istəyirsənsə oradadır. Xəstəliklərinə dəva istəyirsənsə, şəfa istəyirsənsə oradadır. Güc qüvvət istəyirsənsə oradadır. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, وَيَزِيدُكُمْ قُوَّةً إِلَى قُوَّةً Sizin qüvvətiniz üzərinə güc qüvvət verərəm. Nəyin səbəbindən? İstiğfar etməyin, zikr etməyin səbəbindən. Və başqa bir ayət kərimədə Rəbbimiz buyurur ki, onlar zikr etdiyi zaman, istiğfar etdikcə mən onlara əzab vermərəm, sıxıntı vermərəm. وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ Onlar nə qədər ki Allah'ı zikr edirlər, istiğfar edirlər, onlara əzab vermərəm, sıxıntı vermərəm. Ona görə möhtərəm qardaşlar, imanımızı artıran səbəbləri hər zaman gözümüzün önünə qoymalıyıq. Onu xatırlamalıyıq. Ağıllı mümin düşünməlidir ki, necə edim ki, imanım hər zaman yüksəkdə olsun, yaxşı olsun, artsın. Allah subhanahu wa ta'ala bu gözəl neyməti bizlərə bəxş edib, insan onu dərk etmir. Allah hər birimizə müvəffəq etsin, onu dərk etməyi, tədəbbür etməyi. Və əqulu qavli həzə və əstəğfirullaha li və ləkum və lisəilil muslimin min kulli zənbin fəstəğfiruhu innəhu huvəl-ğafurur rahim. Əyyuhəl-ləzīnə əmənu zkurullaha zikran kəthira və səbbihuhu bukratan və asilə. Möhtərəm müsəlmanlar, imanımızı artıran başqa səbəblərdən birisi də Allahın sevgisidir. Allah subhanahu wa ta'ala'nı sevməkdir. Hər şeydən çox Allah'ı sevməliyik. Öz nəfsimizdən, övladlarımızdan, dünya neymətlərindən, hər şeydən öncə Rəbbimizin sevgisi olmalıdır gözümüzün önündə. Sonra ən əsası da imanımızı artıran və artmasına səbəb olan ən gözəl amil
Əməl duadır, möhtərəm qardaşlar. Bəzən insan bacarmır. İstəyir ki, imanı artsın, ancaq onu əldə edə bilmir. Çünki iman gözəl bir neymətdir. Necə ki, Hasan-ül Basri rahiməhullah buyurur ki, iman ağac kimidir. Onu xeyirlərlə sulayarsan, gözəl bəhrə verər, gözəl meyvə verər, gözəl səmərə verər. Onu pis şeylərlə sulayarsan, günahlarla sulayarsan, onda o məhv olar və yox olar. Ona görə hər zaman imanımızı gözəl, xeyir əməllərlə sulamalıyıq, artırmalıyıq. Və dua da bizə səbəbdir ki, imanımızı artıraq. Allahdan istəyək. Allah subhanahu wa ta'ala qulu istədiyi zaman sevinir, ona hər şey verir və istəmədiyi zaman insanlara əks olaraq Rəbbimiz qəzəblənir. Bir mömin istədikcə Allah onu sevir. Allahdan istə ki, Allah sənin imanını artırsın. İmanın ləzzətini dadmağa sənə müvəffəq etsin. Düzdür, bir çox hallarda insan onu bacarmır, istəyir əldə etsin. Ona görə dua etməliyik. Dua etməliyik ki, Allah ona müvəffəq etsin bizi. Allah subhanahu wa ta'ala müvəffəq etmədikcə insan xeyirlərə çata bilmir. Xeyirlər, bütün xeyirlər Allahdandır. Ona görə dua ilə istəməliyik, yalvarmalıyıq ki, Allah subhanahu wa ta'ala bizlər üçün asanlaşdırsın. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, وَقَالَ رَبُّكُمْ اُدْعُونِ أَسْتَجِبْ لَكُمْ Mənə dua edin, sizə cavab verim. Hər şeyi Rəbbindən istə. Və görəcəksən ki, istədiyini Allah verir. Və sonra, son olaraq möhtərəm qardaşlar, insanın imanını ən gözəl artıran səbəblərdən birisi də xeyir məclislərində iştirak etmək. İnsan nə qədər xeyir məclisinə can atarsa, o qədər də imanının artmasına səbəb olar. Xeyirli insanlar da oturarsa, xeyirli məclislərdə iştirak edərsə, xeyirli insanlarla oturarsa, Allahı sənə xatırladan insanlarla oturarsansa, imanın o qədər artar. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm müminin misalını çəkir ki, müminlə oturan insandan, yəni ətirçi ilə, ətir satanla oturanın misalına bənzir ki, ondan hər zaman gözəl qoxu gələr. Gözəl qoxu gələr. O səni Allah'a xatırladar. Əgər ayağın sürüşərsə, günahlara üst tutarsansa, həmən sənin əlindən tutar. Və deyər ki, İttəqillah, Allahdan qorx. Əgər bunu deyən bir qardaşın varsa, yaxının varsa, ondan möhkəm yapış. Çünki o sənin axirət yoldaşındır. Əgər gördün ki, bir insan səni Allahdan uzaqlaşdırır və uzaqlaşmağına səbəb olur, vallahi o insandan qaç. Təbii ki, onun islahı üçün çalış. Əgər görsən yox, özün azırsan, ondan uzaqlaş. Çünki peşman olmamışdan öncə bugün ondan uzaqlaş ki, sağlam qalasan. Çünki qiyamət günü deyəcəksən ki, yə leytəni, kəş ki, ləm ətəqid fulənən xalilə, kəş ki, filan kəsi özümə dost tutmayaydım. Nə üçün? Ləqəd əzəlləni ani zikri bə'də izcəəni. Mənə gəldikdən sonra məni azdırdı. Ona görə bütün pis dostlarından onlara nəsiyyət et, onların xeyrə gəlməsinə səbəb ol, gördün ki, səni uçuruma aparırlar, onlardan uzaqlaş. Və eyni zamanda, möhtərəm qardaşlar, sən şər məclislərindən hər zaman uzaqlaş. Çünki insan hər zaman meyillənir, imanı azalır.
Qəlb hər zaman çevrilir. Necə ki Allah Resulü sallallahu aleyhi və səlləm hər zaman dua edərdi. Ümmətin ən şərəflisi. Allahumma ya muqallibəl qulubi təbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Rəbbim, məni İslam dini üzərində qəlbimi çevir. İslam dinində çevir qəlbimi. Ya musarrifəl qulubi, sarrif qalbi alə taatik. Mənim qəlbimi taətin üzərə, itaətin üzərə çevir deyə dua edərdi Allah Resulü. Düşünün, ümmətin ən xeyirli və ən üstün insanı gəlmiş, keçmiş günahları bağışlandığı halda hər zaman bu duanı edərdi. Çünki bilirdi ki, qəlb çevrilir, qəlb hər zaman meyillənir. Qalb sözü nə deməkdir? Qaləbə, çevrilmək. Və qəlb çevrildiyi zaman da iman azalır. İman azalır və iman azaldıqdan sonra insan müflis olur. Ona görə diqqətli olmalıyıq, möhtərəm qardaşlar. Allah subhanahu wa ta'ala hər birimizi eşli faydalanlardan etsin. Allah subhanahu wa ta'ala hər birimizi imanını kamil olan qullarından etsin. Allah subhanahu wa ta'ala hər birimizi xeyirlərə müvəffəq etsin. Allah subhanahu wa ta'ala ölkəmizi qorusun. Allah subhanahu wa ta'ala millətimizə hidayət versin. Allah əmin amallığımızı daimi etsin. Allah subhanahu wa ta'ala ölkə başçımızı qorusun, onu xeyir işlər üzərində sabit etsin. Allah subhanahu wa ta'ala bütün müsəlmanlara xeyir versin, bütün müsəlman ölkələrini qorusun. Allah subhanahu wa ta'ala bütün müsəlmanları doğru əqidə üzərində sabit etsin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي ولذكر الله أكبر والله يعلم ما تصنعون وأقول قولي هذا استغفر الله